Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalı Düz Parkın yanında artırma ilə 5 otaqdan, belə deyək də, 3 otağa düzəlmə bir mənzil təqdim edirəm. Kubcalıdır, daş binadır, eksperimental binalardandır. Və bura keçmişdə qonaq otağı olubdu, buranı eliblər yataq otağı. Skvaznoydu mənzilimiz, kubcalıdır, pol parketdir. Təmiri ortadır, gördüyünüz kimi, balkon hissəsini gördünüz. İndi keçək və orada 2 dənə yataq otağını birləşdirib eliblər bir dənə yekə qonaq otağı. Təmirini görürsünüz, yəni ki, sərgəlidir, amma köhnə təmirdir, orta təmirdir, belə deyək. Və bura koridor hissəsidir, üzbəüz ora kladovkadır. Bura girişidir, hörmətli izləyicilər. Düz Parkın yanındadır bu mənzilimiz. Qiymətə də baxmırsınız, gəlirsiniz mənzilə baxırsınız. Bax, 2 yataq otağını birləşdiriblər. Yəni bu proyekt hamısı bilir də, eksperimental proyektdir, daş binadır. 2 yataq otağını birləşdirib belə bir geniş qonaq otağı ediblər və keçək bir dənə də burada artırma var. O da elə bu otaq boydadır. Hardasa 20-25 kvadratlıq belə bir otaqdır. Burada bir otaqdır. Hörmətli izləyicilər, gəlirsiniz, baxırsınız, qiymətə baxmayın. Gəlirsiniz birinci evə baxırsınız, mənzilimizə baxırsınız. Yəni ki, əgər bəyənsəz endirim olacaq. Yəni start qiymət qoyulub 125.000 manata. Yəni çıxıb satışa, belə deyək də. Həmişə söylədiyim kimi bir daha söyləyirəm. Gəlin birinci mənzilə baxın, yerinə baxın. Qiymət problem deyil. Bundan qabaqki elanımda gördünüz 130 min evi neçəyə olubdu? 115 minə salıbdı. 3 otaqlı, tam təmirli də mənzildir. Bura sanitar qovşağıdır. Bunlar da bilirsiniz də sanitar qovşağı da ayrı-ayrı olur. Bu mənzilin sahibi götürüb birləşdirib. Ona görə belə bir geniş hamam otağı yaradıb burada. Yəni ki, bunlar da sanitar qovşağı, hamamı ayaq yolsu. Bu eksperimental proyektlərdə ayrı-ayrı olur. Əlaqə nömrəmizdə profildə vardır. Zəng eləyirsiniz, sizin də satışlı evləriniz varsa hər zaman xidmətinizdəyik. Burada mətbəx hissəsidir, hörmətli izləyicilər. Düz Parkın yanındadır bu mənzilimiz. Nə deyə bilərəm? Yəni ki, göz qabağındadır mənzilimiz, orta təmirdir, amma yeri superdir. Gəlin, baxın, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.